Dünyanın ən tanınmış və bədbəxt xanımlardan biri oldu. Ömrünü ağrılar içərisində keçirdən, böyük və qalmaqallı eşq yaşayan Frida Kahlo'dan sizə danışacağım. 1907-ci il iyulun 6-sına Mexikoda anadan olsa da, Meksika inqilabına baş verdi. 1910-cu il 7 iyul tarixini özünün doğum günü olaraq qəbul edirdi. 6 yaşında xəstəliyə tutulur və bir ayağı topal qalır. Buna görə də ona taxta ayaq Frida deyirdilər. 18 yaşında olarkən Çində yol getdiyi avtobus tramvayla toqquşur və nəticədə Frida'nın bədəni qırıq-qırıq olur. Daxili orqanları ciddi zədə alır. Həkimlər onun heç vaxt ana ola bilməyəcəyini dedilər. Bu qəzadan sonra heç bir şey əvvəlki kimi olmur. 3 həftə komadan ayılır və uzun müddət yataqda qalır. Həmin vaxtda ailəsi ona rəsm çəkməsi üçün lövhə və boya alır. Güzgüyə baxaraq öz portretini çəkir. 32 dəfə əməliyyat olunan Frida 2 il sonra ayağa qalxır. Rəssam Diego Rivera ilə tanış olur və qısa müddət sonra ailə həyatı qururlar. Ən böyük sevgini və ən böyük kədəri ona məhz elə Diego yaşadır. Onların sevgisini bəzən də fillə göyərçisinin sevgisi adlandırırdılar. Ən çox istədiyi şey isə uşaq sahibi olmaq idi, lakin səhhətinə görə ana ola bilmir. Diego'nun xəyanətləri Frida'nı bezdirir. Onun Frida'nın bacısı ilə eşq yaşaması isə son damla olur və nəticədə onlar ayrılırlar. Frida boşanandan sonra çox sevdiyi saçlarını kəsir. 1940-cı ildə New Yorkda əməliyyat olunan Frida sağalmaq ümidi artır və yenidən Diego ilə ailə həyatı qurur. Frida'nın ağrıları isə azalmırdı. 1944-cü qırılan sümüklərinə görə 5 ay dəmir korset geyinir. 1950-ci ildə isə vəziyyəti pisləşir, yataqdan qalxa bilmir. 1953-cü ildə ölkəsində ilk sərgisi keçirilir. Yataqda olan Frida'nın sərgiyə çarpayısına gətirirlər. O burada hamı ilə zarafat edir, mahnı oxuyur, içki içir, əylənir. Lakin bir neçə ay sonra isə sağ ayağı amputasiya edilir. İntihar etmək istəyəndə Frida yalnız Diego ilə yaşadığını deyir. 1954-cü il 13 iyulda 47 yaşında ağciyər trombundan dünyasını dəyişir. Frida'nın gündəliyindəki son cümlələr isə belə idi. Rahat bir şəkildə getməyi və bir daha qayıtmamağı ümid edirəm.